Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə Azərbaycan milli mətbəxinin ən sevilən şirniyyatlarından biri olan şəkərburanı hazırlayırıq. Şəkərbura xüsusilə Novruz süfrəsinin ən gözəl və ənənəvi atributlarından biridir. Gəlin birlikdə bu ləzzətli və incə naxışlı şirniyyatın hazırlanmasına başlayaq. Ərzaqlarımız bir yerə toplanmışdır. Ələnmiş un, kərə yağı, xama, yumurta sarısı, maya, duz, şəkər tozu və vanil. Mayanın üzərinə biraz su əlavə edirik ki, açılsın. Yarım kiloqram un götürmüşük, əla növ un götürmüşük. Üzərinə yarı çay qaşığı şəkər tozu əlavə edirik. Bir çimdik duz əlavə edirik. Kərə yağını əlavə edirik, yəni yarım kilo unu üçün 200 qram kərə yağı götürülür. 180 qram xama götürmüşük, 2 yumurtanın sarısını. Yumurtanın sarısı ilə xamanı yaxşıca qarışdırırıq ki, yumurtanın sarısının rəngi açılsın və şəkərburanın da rəngi gözəl olsun. Kərə yağını da seçərkən açıq rəngli olmağı məsləhətdir. Əvvəlcə yağ ilə unu umac halına gətiririk. Umacı da yaxşıca ovmalıyıq ki, burada da rəng açılsın. Umac hazır olduqdan sonra yumurta və xamanın qarışığını bura əlavə edirik. Eyni zamanda bura vanil və mayanı da əlavə edirik. Xəmiri yoğurmağa başlayırıq. Şəkərbura xəmirini 2 dəfə yoğurmaq daha məsləhətlidir. Yəni birinci dəfə yoğururuq, üzərini örtürük, sonra içliyi hazırlayırıq. Fındıq ləpəsini robotdan keçirdikdən sonra üzərinə şəkər tozunu əlavə edirik. Bu qədər xəmir üçün 300 qram fındıq ləpəsi, 220 qram şəkər tozu, 1 çay qaşığı üyüdülmüş hil lazımdır. 15 dəqiqə keçdikdən sonra xəmiri bir də əlimizdə yoğururuq. Bu zaman xəmir daha da gözəlləşir və bütün bu hərəkətlər ona görədir ki, gözəl şəkərbura alınsın. Xəmiri ikinci dəfədə yoğurduqdan sonra yenə bir 10 dəqiqə keçir. Sonra xəmiri hissələrə ayırırıq ki, eyni ölçüdə olsun. Xəmiri istəyə uyğun olaraq 40 qram və yaxud 42 qram, hətta bəzən 44 qramdan da hazırlayırlar şəkərburanı. Biz birinci xəmirin yarısından bu qədər kündəni hazırladıq, böldük birinci hissələrə. O da bir 5 dəqiqə gözlədikdən sonra kündələri hazırladıq. Kündələri hazırladıqdan sonra bir 10 dəqiqə, 15 dəqiqə keçir. Çox da gözləmək məsləhət deyil. Başlayırıq onları yaymağa. Bu şəkildə kündələri yayırıq, üst-üstə yığırıq. Sonuncu yaydığımız kündədən sonra həmin bu açdığımız xəmirləri tərs çeviririk. Bu ona görədir ki, ilk dəfə açdığımız üst tərəfə gətiririk. Yəni birinci açdığımızdan başlayırıq ki, içliyi dolduraq. İçliyi doldurmaq üçün bu şəkildə xəmiri əlimizə alırıq, biraz çökəklik kimi yaradırıq və hər bir açdığımız hissənin içərisinə 3 dolu çay qaşığı içlik əlavə edirik. Qaşıqla bu şəkildə bastalayırıq ki, şəkərburanın içərisi dolu olsun. Yaxşıca belə doldurduqdan sonra kənarlarına su vururuq. Yəni bu vurmamaq da olar, mən bunu göstərmək üçün elədim. Yəni xəmirdən asılı olaraq çox zaman bu tələb olunmur. Amma ehtiyat tədbiri kimi belə eləmək olar. Sonra yapışdırırıq, yaxşıca bükürük, forma veririk azacıq, amma yanını
vurmuruq və bu şəkildə listə düzürük. Üzərin isə örtürük. Eyni qayda ilə bütün açdığımız xəmirlərin içini bu şəkildə doldururuq. Biz bütün şəkərburaların içliyin doldurduq. Burada yenə də bir şey diqqətdə saxlamaq lazımdır ki, üzəri mütləq örtülsün ki, qurumasın. Sonra başlayırıq ilk olaraq içini doldurduğumuz şəkərburanın yanını bükürük. Yəni vururuq, naxış veririk. Bütün şəkərburaların yanına biz bu şəkildə vurduqdan sonra yenə listə düzürük, azacıq forma veririk və sonra listə düzürük, yenə də üzərini örtürük. Və hər bir şəkərburanı bu şəkildə yanını vurduqdan sonra başlayırıq şəkərburanın üzərini naxışlamağa. Bu zamanda ilk olaraq bükdüyümüz şəkərburadan başlayırıq. Şəkərburanın üzərini istədiyiniz formada naxış vura bilərsiniz. Hər kəsin öz əl qabiliyyətinə görə şəkərburanın üzəri naxışlana bilər. Əsas odur ki, hazırlansın, bişirilsin. Və bütün şəkərburaları yanları vurulduqdan sonra yenə də ardıcıl olaraq listə düzülür. Sonra birinci olaraq yanını vurduğumuz şəkərburanın başlayırıq üzərini naxışlamağa. Naxışlamaq da hər kəsin öz əl qabiliyyətinə görə, əl vərdişinə görə alınan bir işdir. Biz şəkərburanın üzərini naxışladıqdan sonra listə yığırıq, lakin bu zaman üzərini örtmürük. Və bütün şəkərburanın üzəri naxışlandıqdan sonra yaxşı olar ki, bir neçə dəqiqəliyə, deyək ki, bir 10 dəqiqəliyə soyuq bir yerə qoyulsun, hətta soyuducuya belə qoymaq olar ki, orada özünü tutsun və bu zaman ona daha da formasına göz gəzdirilir, arasında bir əyrilik varsa, yəni bir də baxış keçirilir. Sanki şəkərburalar nizama salınır, sonra üzərlərinə iynə batırılır ki, içərisində azacıq havada varsa çıxsın, bişmə zamanı daha gözəl olsun şəkərburalar. Beləliklə bütün şəkərburaları üzərini naxışladıq, iynə batırdıq. İndi isə 130 dərəcəlik sobada bişirməyə qoyuruq. Mən şəkərburaları bişirən zaman əvvəlcə alt-üst rejimdə soba isidilir. Şəkərburaları sobaya yerləşdirirəm. Bir 10 dəqiqə keçdikdən sonra alt rejimdə soba işləyir. Yəni üst rejimi söndürürəm ki, üzəri qızarmasın. Artıq bizim şəkərburalarımız hazırdır. Siz də hazırlayın və hazırladığınız bütün nemətləri ağız dadı ilə istifadə edin. Sizlərin hər birini Novruz bayramı və Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Videomuz başa çatdı. Bəyəndinizsə bəyən düyməsini basın. Yeni videolarımızı görmək üçün kanalımıza abunə olun. Sağ olun, yeni videolarda görüşənədək.